Ve budur. Bütün dikkatler Aleksey Kulbakova. Maç başlandı. Uğurlar Qəbələ. Avropa Ligasında, grup bellesinde görmək istəyirik komandamızı. Və dərhal hücuma atılan tərəf bizi gün zərbəsi dərhal qazanır. İlk dəqiqə, ilk gün zərbəsi. Hətta 10-cu saniyenin tamamında. Cərmə meydancasına ötürmə edildi. Wicks'e top çatmır. Müdafiəçilər topu uzaqlaşdılar. Çox uca boy müdafiəçiləri var. Və Məhəmməd Mirzəbəyov bir əldə top ələ keçirir. Hücumun ikinci cəhdi ötürməsi. Qapıçı səhvsiz oynadı. Hücum davam edəcək. Yozoviç topu sinəsi ilə saxlamaq istəyirdi. Müdafiəçilər uzaqlaşdırdı. Top Nika Kvetkeski'də də uzaqdan zərbə. Nika Kvetkeski. Həqiqətən də əla bir hücum izlədik Qəbələdən. Bax belə davam eləyək, gol gələcək. Epizodun təkrarına baxaq. Qayıdan top. Müdafiəçilər topu uzaqlaşdırmaq istəyərkən Kvetkeski'nin önünə düşdü top. Uzaqdan yaxşı zərbə vurdu Kvetkeski. Çərçivədən az aralı keçir top. Sol cinahla hücumumuzu davam edirik. Azoviç burada nə fikirləşəcək? Topu kimə ötürəcək? Wicks oynayır. Wicks bir qədər geriyə ötürmələr edildi. Qabaqda boş mövqedə. Qəbələnin futbolçularda heç kim yox idi. Amma bəlkə bu dəfə onlar ötürmə edildi. Zinyovu topdan kənarlaşdırdılar. Aldatıcı hərəkətlər Kvetkeski'dən. Və daha bir korner qazanıldı. Çox narahatdır, çox əsəbidir rəqib komandanın baş məşqçisi. Mərdəkanın hissi havası, oyunun həyəcanı bir qədər də tərlədəcək onu. Mən buna əminliyə söyləyirəm. Griqarçuk ki versəsə oyunun senarisi indi eyni cür davam edir. Sadəcə icraçı bu dəfə Qəbələdir. Kvetkeski, Zinyov. Ricardinho sol cinahda boşda onu gördü. Ricardinho'ya əl ötürmə. Ricardinho'dan cərmə meydancasına dəq ötürmə. Az qala avtogol olacaqdı. Şuler'in toxunuşu gücdən zərbəni gətirdi. Gün zərbəsi yerinə yetirəcəyik. Kvetkeski ilə gün zərbəyə yaxınlaşır. Çox gözəl bir hücum qurduq. Əsasən də Zinyovun bu ayağının içi ilə Ricardinho ötürməsini qeyd etməliyik. Nika Kvetkeski ilə gün zərbəsini yerinə yetirəcək. Yenə 7 futbolcu bu dəfə qısa ötürmə ilə başladılar. Ricardinho cərimə meydançasına girir. Ricardinho uzaq güncə ötürməsi. Daha bir cəm. Hücumumuz davam edəcəyimiz Zinyov top uğrunda mübarizə aparırdır rəqib futbolçu ilə. Bu 22 nömrəli oyuncu Vırşçiydi. Hücuma meyilli yarım müdafiəçi. O da müdafiədə komanda yoldaşlarına köməyə gəlmişdi və topu itirdi. İndi Maribor komandası əks hücuma çıxır. Diqqətli olmaq lazımdır. Boğaz irəli, Tavarişdən Novakoviçə. Yanja çox sürətli addımlarla köməyə gəldi. Məhz indi onu ötürür Novakoviç topu. Zərbə vurmağa imkan verməz. Əla oynayır Bezatosunu, amma çox təəssüf. Təkrar zərbədən sonra Tavariş hesabı açır. Çox zəif. Dərhal yan xət hakiminə baxdım. Yanja çox sürətlə hücuma qoşuldu. Ötürməsi zərbə anında Məhəmməd Mirzəbəyov oyundan kənar vəziyyəti yox. Məhəmməd Mirzəbəyov oyundan kənar vəziyyəti pozurdu. Yenidən Verhidur. Zinyov zərbə vura bilər. Aldatıcı hərəkətlər. Zinyov qapıya zərbə uzaq məsafədən gün zərbəsi olmalıdır, amma yox, hakim tam fərqli qərar verdi. Hakimin işarəsi gəldi. Zərbə Kvetkeski'dən top qapının üstündən keçir. Etiraf edək ki, o qədər qüvvətli də zərbə deyildi. Şöyle izləyək. Nə zərbə qüvvətli alındı, nə də ki, dəqiqlik burada yaxşı oldu. Alınmadı sadəcə. Növbət dəfə alınar, mütləq alınacaq. Oyunu davam etməyə lazımdır. Yəqin ki, belə epizodların üzərində işləyiblər məşqlərdə. Qəbələnin futbolçuları zərbəsi yerinə yetirildi. Verhidur'un başla zərbəsi! Aman! Azacıq bəxtimiz gətirmədi. Hücumumuz davam edir. Novakoviç müdafiəyə çəkilir. Handanoviçin seyvini də qeyd etmək lazımdır. Verhidur yaxşı vurmuşdu başla zərbəni. Artıq neçənci dəfədir ki, gündüz qola çox yaxın oluruq, amma gol vuracaq. Azacıq bəxtimiz gətirmir. Olsun Mirzəbəyov. Həvəsdən düşmək olmaz. Griqarçuk fikir verib. Yəqin ki, bax, hazırda gördüyün əl işarələri bir qədər sakit, rahat oynamağı istəyir futbolçularından. Hiss edir ki, komandası top buraxandan sonra bir qədər gərginlik yaşayır. İşarə gəldi. Verhidur'un zərbəsi. Bir boşa qapıya. Həqiqətən də çox qüvvətli zərbə oldu Verhidur'dan. Zərbəsi qüvvətli alındı. Top çox çətin bir trayektoriya ilə gedirdi qapıcı üçün. Yəni ondan uzaqlaşan bir trayektoriya ilə. Az fərqlə qapıdan aralı keçdi. Bu dəfə də alınmır. Qəbələ bu hücumun sonunda nə qazanacaq? Ötürmə edilir cərimə meydançasında. Qapıya zərbə olacaq mı? Qayda pozuntusu. Zərbə! Gol!
Qəbələ 1, Maribor 1. Bu qolu vururuq. Bir anlıq fasilə yarandı. Bu fasilə həm Maribor futbolçuları fikir verilirsə gündüz çaşbaş qaldılar. Həm bizim futbolçularımız hamısı hakimə baxırdı. Biz də gözləyirdik. Amma Zinyo topu ələ keçirdi. Hakimin fikri səslənmədirsə oyun davam edir. Düz etdi və topu qüvvətli zərbə ilə qapıdan Sanki keçirə qayda bilir. pozuntusu var idi. Biz də bir anlıq pauza verdik. Mənə gəldi ki, Mariborun futbolçuları özləri də gözləyirdilər Bir ki, daha izləyək. özləri də gözləyirdilər ki, 11 metrlik cərimə zərbəsi bəlkə hakim təyin edəcək. Boxarla rəqib komandı əks hücuma çıxır. Tavareş diqqətli olmaq lazımdır. Əks hücumlar təhlükəlidir. Markoş Tavareş Boxarın önünə atdı topu. Bomboş bıraktılar həmin mövqeni. Və Novakoviç, əhsən Bezatoslu, əhsən. İlk isə bitdi. İlk isə bitdi. Yaxşı oldu ki, buraxdığımız goldan sonra fasiləyə qədər hesabı bərabərləşdirməyə Əslində yaxşı olardı qol buraxmasaydı. Əlbəttə, amma buraxandan sonra yaxşı oldu ki, heç olmasa fasiləyə bərabərliklə yollanırıq. İkinci qarşıda bizi qələbə topunu vurmaq üçün tam 45 dəqiqəlik vaxtımız var. İkinci hissəyə başlayan tərəf Maribor oldu, Qəbələyə uğurlar və əsası qələbə arzuluyuruq. İsveçdə isə Qarabağ Höteborg'un qonağıdır və birinci hissədən sonra hesab 0-0-da həmin maçda qol yoxdur. 1-1 Qəbələ Maribor görüşü davam edir. Qəbələnin futbolçuları. Bir daha qeyd edək gündüz, bugün Dalğa Arenada ilk Avrokubok maçını keçirir. Amma komandamız təslimat mərhələsində evdə keçirdiyi qarşılaşmalarda ardıcıl 3 qələbə qazanıb. Bugün də belə olsun. Dördüncü gol! Bravo Zinyo! Bravo Dabo! Zinyo ötürdü, Dabo vurdu. Qəbələ 2, Maribor 1. Golun müəllifi Bagali! Dabo! Əhsən Qəbələ elə O da Avrokuboklarda gol hesabını açır. ardıcıl Avrokuboklarda təslimat mərhələsində doğma meydanda 3 qələbə qazandığımızı qeyd elədik. Dördüncüsünü arzulayırdıq və böyük bir addım atdıq dördüncü qələbəmizə. Amma bu üstünlüyü artırmaq lazımdır. Bizim Sloveniyada cavab görüşümüz var. Bugün boksçumuz Qəbələ İdman Klubunu təmsil edən elə Kamran Şahsuvarlı yarım final döyüşü gözləyir. Ona uğurlar arzulayırıq. Bütün diqqətlər Qəbələnin bu hücumunda qapıya zərbə. Gol mu? Gol! Top qapıdan keçir. Gol! 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 Bax budur! Bax bu! Bax bu! İstədiyimiz budur! Dabo! Kim Yenidən vurdu? Dabo onu bizə göstərirlər. Fərq etmir. Bir daha izləyək. Ani bir qarşılıq yarandı rəqibin cərimə meydançasında. Müdafiəçilər bir-birinə qarışdılar. Topu uzaqlaşdırmağa çalışdılar. Bizim futbolçular əksinə topu qapıdan keçirməyə can atdılar. Ürək yandırdılar və yekunda bizim ürəklərimizi alovlandırdılar. Üçüncü topu Maribor'un qapısından Bagali Dabo keçirdi. Golun təkrarını izləyək. Gücdən zərbə zamanı rəqibin qapısı qarşısında yaranan qarşılığı. Bəli, son toxunuş Bagali Dabo'dan gəlir. Bagali Dabo. Golun bəlifi məhsul olur. 2 dəqiqə 2 gol. Əhsən Bagali Dabo. Tənqid edirdi yardası onu. Gollar vurmur, hücumçudur. Roman Grigorçuk deyirdi ki, golları gələcək. Biz isə bir daha vurulan ikinci qolu izləyək Qəbələnin. Zinyovun gözəl hərəkətləri. Top sonda Dabo'ya gəlib çıxır. Və Dabo burada bir toxunuşla topu rəqibin qapıçısı Handanoviçin ayaqları arasından qapıya qovuşdurur və Grigorçukun Qəbələnin tükənməyən romanının gol sevincini izlədik. Bəlkə də Şəmsəddin, biz qola o qədər sevindik ki, qulağımızda qulaqçıqlar olmasaydı, yəni onlar bizə mane olmasa, biz də Grigorçuk kimi sevinərdik, qaçardıq. Top yenidən Ricardinho'dadır, Ricardinho'dan Ozobiç'e, Ozobiç. Lille oyunun qəhrəmanı. Doğrudan da bugün meydanda nədənsə Ozobiç'in adını çox səhməmişi. Vernidov, yaxşı zərbəsi var. Ötürmə edir, yox. Onu bacarmır. Biraz tələsdi, həm də unutmayaq ki, Vernidov yaradıcı futbolçu deyil. Salalix etiraz eləsə də, başqa cür düşünsə də, hakimin qərarı tam fərqlidir. Ricardinho atı yerinə yetirdi, Vernidov. Nika. Özü zərbə vura bilər. Özü zərbə vura bilər. Zərbə mövqeyi axtarır. Cinaha dəyişdi bir xeyli. Zenyov. Geriyə ötürməsi və az qalaq da gol. Gücdən zərbə. 76-cı dəqiqə gedir. Qəbələ 3, Maribor 1. Eskiridən gözəl hərəkətlər. Çox gözəl düşünülmüş bir ötürmə idi əslində. Son anda top rəqibin ayağına dəydi.
Rəqibin cərimə meydançasında 5-6 futbolçumuz var. Və Ozoviç yaxşı görmüşdü. Bomboş mövqedə zərbəsi istədiyi kimi alınmadı. Lille oyunun qəhrəmanı. Daha bir zərbə. Top qapıdan aralı keçir. Azoviç. Bu hücum zaman. Buyur Gündüz. Moskvanın heyətində Çempionlar Liqasında oynayıb hətta. Bu hücum zamanı 2 zərbə indirdi rəqibin qapısına. Roman Qriqorçuk bizim CBC Sportda yayınlanan 3-cü hissə verişinin qonağı idi və orada bildirmişdi ki, əgər futbolçu publika oynayırsa və bu komandanın oyununa təsirlənmirsə, mən buna etiraz eləmirəm. Və indi Qəbələnin 4-cü qol vurmaq cəhdi. Zeynal'ın ötürməsi. Andanoviç. Necə gözəl bir qolun şahidi ola bilərdik, ay Gündüz. Ötürmə və zərbə sanki. Gücdən zərbəyə çevrildi. Təkrarı izləyək. Yenə 6 futbolçumuz var rəqibin cərimə meydançasında. Cərimə meydançasına göndərilən top. Bu dəfə uzaq güncə. Asif Məmmədov. Əla imkan var idi. Müdafiəçilər zərbənin qarşısını dəf etdilər. Zərbəni sanki ürəksiz yerinə yetirdi Asif Məmmədov. Daha çox hiləgər sanki zərbə vurmaq istəyirdi, mənə gəldi. Yeri gəlmişkən, Şəmsəddin Qəbələnin heyətində 2 futbolçu var ki, sarı vərəqə limitindədirlər. Bunu da nəzərə almaq lazımdır. Yəni 84 dəqiqə hələ ki onlar kobudluq etməyiblər. Yəqin ki bu da nəzərə alınır. Zeyniyovdan ötürmə, başla zərbə olacaqmı? Qaydan top, Vernidub, topu yaxşı saxladı. Bagali Dabonun zərbəsi top qapıdan aralı keçir. Sarı vərəqə limitində olan təsnifat mərhələsində qrupa qədər Şəmsəddin əgər qırmızı deyilsə, qrupda qırmızı vərəqə nəzərə alınır, amma sarı vərəqələr silinir. Amma təsnifat mərhələsində 3 sarı vərəqə bir növbəti oyunun buraxılması deməkdir. Xatırladaq ki, Qarabağ bir həftə sonra cavab maçını keçirəcək Bakıda. 1-0 hesabı heç də arada qaldırmaz hesab deyil. Yəni doğmaz aşişlərimizin də dəstəyi ilə. Zeyniyovdan Viks ötürmə. Viks 4-cü qolu istəyirik. Elə Qəbələnin futbolçuları da istəyir. Zeyov! Oy! Bu nə hücumu idi? Bu nə hücumu idi? Bu qol sadəcə bu oyunun bəzəyi olacaqdı. Bu qələbənin bəzəyi olacaqdı. Mən deyərdim ki, futbol kitabçalarına düşəcəkdi ki, dərsliyə. Futbol dərsliklərinə düşəcəkdi. Və Savalih ləyində əks hücuma çıxırlar rəqibin futbolçuları. Ehtiyatlı olmaq lazımdır. Navakoviç. Vernidub qarşısına gəlir Navakoviçin. Sağ cinahda boşluq yaranmışdı bizdə. Ricardo yalnız indi, öz mövqeyinə qayıda bildi. Əhsən Bezatos'un, əhsən! Navakoviçə qol vurmağa imkan vermədi bu epizodda. İkinci hissədə Mariborun yaratdığı ən təhlükəli hücum idi bu. Deyib, əskər paltarını silahlandı qəhrəman. Məşhur misralar yada düşür. Elvin Camalovun bax, belə hazır vəziyyətdə görəndən sonra Qriqorçuk ona son tapşırıqlarını verir. Əskər tematikasını davam eləsək, komandirin son tapşırıqlarını alır və oyuna, döyüş meydanına daxil olmağa hazırlaşır. Yeri gəlmişkən, məsələ rəqibin baş məşqçisi də 4-cü qoldan qapı dirəyi xilas edir Mariboru. Oyundan kənar vəziyyət var idi, amma kimdə var idi? Yəni Dabo zərbə anında oyundan kənar vəziyyətdədir, yoxsa sıçrayan topa UX getdi deyə bayraq havaya qalxmışdı. Bax, bu maraqlıdır indi. Bitir bu oyunu. Kulbakov indi Kulbakovdadır. Onun final fitini gözləyirik, amma finaldan qabaq bir qol da gözləyirik. Asif Məmmədov. Asif Məmmədov cərimə meydançasına girdi. Ötürməsi Bagali Daboya. Və 4-cü qol mu? Yox, Zeynov. Tələsdi. Topu saxlayıb vurmaq da olardı. Çox heyif. Olsun. Belə də pis deyil. Unutmayaq, oyun necə başladı bizim üçün. Necə pis başladı. Qəbələ 3-1 hesablı qələbə qazanır, hörmətli tamaşaçılar. Avropa Liqasının play-off mərhələsinin ilk maçında təbii ki, AFFA prezidenti Rövnəq Abdullayev, eləcə də Fövqəladə Hallar Naziri, Boks Federasiyasının prezidenti Kemaləddin Heydərov da oyun izləyənlər arasındaydı və onların da sevinci ekranlara gəldi. Bu qələbəyə sevinməmək olmaz. Qəbələ əminliklə söyləyirəm, Avropa Liqasının qrup mərhələsinin ikinci dəfə qrup mərhələsinə düşmək şansı o ikinci dəfə qrup mərhələsinin qapısını bir qədər araladı. Bir qədər yox, mən deyərdim ki, artıq əgər o darvazadırsa, 2 hissədən ibarətsə, bir hissəsi artıq açıqdır. İndi rahat keçmək üçün ikinci hissəsini də açmalıyıq. Təbriklər Qəbələ. Oyun çox ağır başladı. Qolu biz buraxdıq, amma sonradan 3 qol vurduq və ekunda qalib gəldi. Əhsən Qəbələ. Avrokuboklarda bu mövsümdə ardıcıl doğma meydanda 4-cü qələbəsini rəsmiləşdirdi Roman Qriqorçukun komandası.